Bugün masamızda adi bir notebook değil, Alienware 16 Aurora modelidir. Premium gaming dünyasının vizit kartı olan özneməxsus kosmik dizaynı, fərqli rəng tonu və daxilindəki yeni nəsil mühərriki ilə bu cihaz premium segmentdə qaydaları yenidən yazır. İlk olaraq ekrandan başlayaq. 16 düyümlü, 16'ya 10 tərəfində olan bu panel 2,5K görüntü keyfiyyətinə sahibdir. 120 Hz yenilənmə sürəti və 100% sRGB rəng dəqiqliyi həm oyunlarda hər bir detalı qaçırmamağa, həm də peşəkar dizayn və montaj işlərində ən doğru rənglərlə işləməyə imkan verir. Performans tərəfində isə əsl sürpriz bizi gözləyir. Cihaz Intel'in yeni arkitekturalı Core 7 Series 240H prosessoru və 8 GB-lıq Nvidia RTX 5050 qrafika kartı ilə təchiz olunur. Yeni nəsil GDDR7 yaddaşlı bu kart DLSS dəstəyi ilə birləşəndə ən ağır AAA oyunları və çətin render işlərini vizual zövqə çevirir. 16 GB 5600 MHz DDR5 operativ yaddaş və 1 TB M2 SSD sistemin sürətini zirvəyə daşıyır. Bu qədər güclü cihazı isə 96 Watt-saatlıq nəhəng bir batareya qidalandırır ki, bu da sizi gün ərzində şarj alətindən asılı qoymur. Wi-Fi 7 dəstəyi isə simsiz internet sürətini maksimuma çatdırır. Qısacası, Alienware Aurora 16 həm vizual olaraq fərqlənmək, həm də kompromissiz güc əldə etmək istəyənlər üçün ideal seçimdir. İstər oyun masanızda, istərsə də ciddi iş görüşmələrində diqqətləri üzərinə çəkəcək rəsmi və güclü bir yol yoldaşıdır.